Əvvəllər bu tərz vloqlar çox çəkirdim. Köhnə izləyicilər bilir. Ya bir günlük vloq olardı, ya da ki işdən sonraki rutinim olardı. Bir müddət ara verdim. Amma düşündüm ki, artıq bu tərz videolara qayıtmaq lazımdır. Sanki bunu hiss edərmiş kimi çox sevdiyim mağazalardan birindən mənə azuqələrlə dolu bir səbət gəldi. Amma öncə bir rahat geyimimizi geyinək. Bu arada Leylinin pianinoda ifasını eşidirsiniz. Xanım qız evə gələr-gəlməz keçir pianinonun arxasına. Sizə sevgilərini göndərməyi də unutmur. İndi keçək səbətimizə. Bu səbəti dəyərli edən onun içindəki məhsullar deyil. Məhz əlimdə gördüyünüz o balaca kağızda yazılan məktub. Yeni ilin ilk günlərində sizin kimi ailə dəyərlərini, ev istiliyini və gündəlik həyatın gözəlliklərini sevgi ilə paylaşan bir anaya kiçik bir hədiyyə göndərmək istədik. Yaratdığım kontentin izləyicilərim tərəfindən sevildiyini bilirəm. Amma bunu əməkdaşlıq etdiyin tərəf görürsə və dəyərləndirirsə, bu 2 qat sevinç deməkdir. Və bunun üçün də Delikates mağazasına dərin təşəkkürümü bildirirəm. Bilmirəm sizdə necədir, amma bizim evdə yemək bol olanda uşaqların sifariş etmək istəyi tutur. Leylini rəqsdən götürüb evə gəlincə bütün yol boyu sushi deyib sushi eşitdi. Oturduq bir yerdə tez bazar yedik, durduq çünki artıq saat 9-a işləyirdi və uşaqlar dərslərini eləyib yatmalıydılar. Hələ mən onların dərslərində yoxlamalıyam. Uşaqlar dərslərini hazırlayınca mən də sizə söz verdiyim mərci supumun reseptini paylaşacağam. Əslində bəlkə də əsl reseptdən kənara çıxıram, düzgün etmirəm, amma illərdir istifadə etdiyim üsuldur. Yağ soğan hazır olunca kənarda mərcini yaxşı yuyuram, suyu durulunca. Sonra yağ soğanı əlavə edib ikisini bir yerdə biraz bişirəndən sonra pomidor əlavə edirəm. Tərəvəzləri çox da xırda doğramıram, çünki sonda blenderlə əzəcəyəm. Təxminən 2 stəkan mərciyə 6-8 stəkana yaxın su əlavə edirəm. Burada artıq blenderdən keçirdirəm və blenderdən keçirdəndən sonra 10 dəqiqədə əlavə olaraq qaynadıram. Həmin ərəfədə isə gəlib uşaqlara baş çəkirəm ki, görüm nə edirlər. Saat 9 tamamda Leylinin şahmat dərsi var idi. Ona qədər isə xanım qız toxumağa üstünlük verib, Mustafa da kompüterin qarşısında gördüyünüz kimi oturub dərs oxuyurdu. Bu arada məndən bilinçikin reseptini də istəyirdiniz. Onu da postun altında yazacağım. Burada çox danışmayım. Sadəcə qeyd eləyəcəm ki, bu bilinçik mən birinci gün hazırlamışdım. Xəmirindən artıq qaldı deyə bankaya töküb soyuducuda saxlamışdım. Təxminən 2-3 gün düşünürəm ki, saxlamaq olar. Bu birinci dəfə deyil ki, mən belə hazırlayıram və növbəti gün heç də problem olmur. Bu arada sizə mərci supunun baxın qatılığını göstərirəm. Həqiqətən çox dadlı idi. Bilinçiklərimiz də artıq hazırdır. Burada sizə onların qalınlığını göstərirəm. Adətən səhər yeməyi üçün hazırlayanda biraz qalın eləyirəm. Diş bitəndən sonra isə qaz soyumadan təmizləyirəm. Çünki o zaman daha rahat olur. Oh, şükür. Artıq mətbəxdən çıxa bilərəm. Və çıxan kimi də birbaşa Mustafanın yanına gedirəm. Biraz deyinirəm, biraz danlayıram. Oradan da birbaşa Leylinin yanına gəlirəm. Leyli də şahmat dərsinə qoşulmuşdu. Və dərs bitdiyinə görə həm də saat artıq gec idi. Ona görə uşaqları birbaşa yatmağa göndərdim. Amma yatmazdan öncə dişlərimiz fırçalamalı, əlimiz, üzümüz yuyulmalı, məktəb çantamız, idman çantamız hamısı qapının ağzına qoyulmalıdır. Və beləliklə Leylinin saç darama rutininə keçirik. Hər dəfə bu saç darama rutinində müxtəlif mövzulara toxunuruq. Bu dəfə isə Leyli məndən tuş istəyirdi. Öpürəm, qoxluyuram, gecən xeyrə qalsın deyib keçirəm Mustafanın yanına. Bilmirəm sizdə necədir, amma hər axşam mənim uşaqlarımın qulağıma pıçıldadığı bir cümlə var. Ana, işlərini bitirəndən sonra mənlə yatarsan. Onlar yatandan sonra isə bir kütlənəcək paltarlar var idi. Əvvəllər 4-5 saat ayaq üstündə durub bütün paltarları ütüləyib bitirərdim. İndi isə hissə-hissə ütüləyirəm. Bütünü də bitirdikdən sonra özümə yorğunluq çayı süzüb gəldim oturdum divana. Bu da mənim işdən sonraki rutinim. Hələ bir çox kadrları buradan çıxartmışam. Ümid edirəm bəyəndiniz.